İran rejiminin rəsmiləri ABŞ tərəfindən mümkün hücum halında ölkədən qaçmaq üçün zəmin hazırlayırlar. Yüksək vəzifəli İran rəsmiləri fövqəladə geri çəkilmək üçün Əfqanistan üzərindən keçən marşrutdan istifadə etməyi nəzərdə tutan ehtiyat plan hazırlayıblar. Bu barədə Channel 14 məlumat yayıb. Media məlumatlı mənbəyə istinadən bildirir ki, Baş nazir Benjamin Netanyahu ilə ABŞ prezidenti Donald Trump arasında keçirilən görüşün İranla danışıqlara necə təsir edəcəyini qiymətləndirmək üçün hələ tezdir. Daha əvvəl xəbər verildiyi kimi, Prezident Masoud Pezeşkiyan'a yaxın islahatçı qanadın yüksək rütbəli nümayəndələri İranda saxlanılıb. Təhlükəsizlik qüvvələrinin hərəkətləri İran rəhbərliyi daxilində artan parçalanmanı və Qərblə dialoqun tərəfdarları ilə ali lider Ali Khameneinin sərt xətt tərəfdarları arasında qarşıdurmanın kəskinləşdiyini göstərir. Mənsuri daha əvvəl kütləvi etirazlar zamanı nümayişçilərin ölümünü açıq şəkildə tənqid etmiş, bunu faciə adlandırmış və mülki şəxslərə qarşı zorakılığın yol verilməz olduğunu vurğulamışdı. İslahatçılar Cəbhəsinin Siyasi Komitəsinin rəhbəri İbrahim Əsgərzadə və keçmiş prezident dövründə Xarici İşlər Nazirinin müavini olmuş Möhsün Əminzadə də həbs edilib. Bundan əlavə, media ABŞ-ın Maliyyə Naziri Scott Bessentin son aylarda İran elitasının üzvlərinin ölkənin sabitliyi və perspektivlərinə dair şübhələrini nümayiş etdirərək kapitalı aktiv şəkildə xaricə çıxardıqlarını bildirdiyini xəbər verib. ABŞ Maliyyə Nazirinin sözlərinə görə, Vaşinqton maliyyə axınlarını izləmək üçün bütün zəruri alətlərə malikdir və bu məlumatlar İran rəhbərliyinin pulu ildırım sürəti ilə ölkədən çıxardığını göstərir. Bu kontekstdə Bessent vəziyyəti məcazi ifadə ilə təsvir edərək bildirib ki, sıçanlar batmaqda olan gəmini tərk edirlər. Nazir bunu müsbət əlamət hesab etdiyini deyib. Onun qiymətləndirməsinə görə, elitanın bu cür davranışı İranda mövcud vəziyyətin dönüş nöqtəsinə yaxınlaşdığını və sonun yaxın ola biləcəyini göstərə bilər. Bessent xüsusilə ABŞ-ın sanksiya siyasətinin təsirinə toxunub. O vurğulayıb ki, Vaşinqtonun addımları İranın ağır iqtisadi böhranının əsas amili olub. Nazir izah edib ki, ABŞ Maliyyə Nazirliyi ölkə daxilində dollar qıtlığı yaratmağa məqsədli şəkildə çalışıb və bu, Tehranın maliyyə sisteminə ciddi zərbə vurub. Onun sözlərinə görə, bu strategiya hələ yazda New York İqtisadi Klubunda təqdim olunmuşdu və dekabrda İranın ən böyük banklarından birinin çökməsi ilə kulminasiya nöqtəsinə çatdı. Bundan sonra Bessentin sözlərinə görə əmanətçilərin kütləvi axını başladı, Mərkəzi Bank təcili şəkildə pul çap etməyə məcbur oldu, milli valyuta sərbəst enişə keçdi və inflyasiya kəskin sürətləndi. Nəticədə İranlılar etiraz etmək üçün küçələrə çıxdılar. Nazir sonda açıq şəkildə bildirib ki, ABŞ kursunu dəyişmək niyyətində deyil və həm birbaşa İrana, həm də onun beynəlxalq tərəfdaşlarına qarşı təzyiqi artırmağa davam edəcək. Daha əvvəl Channel 14 İran rəhbərliyinin 1,5 milyard dolları Dubayda escrow hesablarına köçürdüyünü bildirmişdi. 1,5 milyard dollar İrandan banklar vasitəsilə deyil, kriptovalyuta yolu ilə bir aydın istiqamətə, Dubaya köçürülüb. Məlumatda inqilab keşikçilərinin iqtisadi fəaliyyətindən xəbərdar mənbəyə istinadən deyilir. Məlumatda ali liderin oğlu və potensial varislərindən biri olan Mojtaba Khameneinin də bu köçürmələrdə iştirak etdiyi iddia olunur. Eyni istiqamətə təxminən 328 milyon dollar köçürüb, deyə Channel 14 adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildirib. Ruslar Zaporojye vilayətinin Bulyaypoli sektorunda son vaxtlar heç bir irəliləyiş əldə etməyiblər. Bu arada Ukrayna silahlı qüvvələri bu istiqamətdə müəyyən uğurlar qazanıblar. Bunu Dmitri Kotyubaylo adına 1-ci ayrı hücum alayının komandiri Dmitri Filatov bildirib. Onun sözlərinə görə işğalçılar hazırda mövqelərini saxlamağa fokuslanıblar və daha irəli getmirlər. Üstəlik silahlı qüvvələr müəyyən nailiyyətlər əldə edib. Təəssüf ki, əməliyyat hələ davam etdiyi üçün hazırda bunları açıqlaya bilmirəm. Amma düşmənin Telegram kanalında
kanallarını izləsəniz yaydıqları məlumatlar doğrudur, deyə Filatov bildirib. Bifnews media qurumunun məlumatına görə Rusiya qüvvələri şəhərin daxilində mövqe tutmağa çalışıb, lakin döyüşlər dalana dirənib və şəhər mübahisəli vəziyyətdə qalır. Son vaxtlar bölgəyə Kolumbiyalı əlavə qüvvələrin göndərilməsi düşmənin hücum cəhdlərini dayandırıb və Rusiya hücumunu tamamilə dayandırıb. Məlumata əsasən şəhər daxilində şiddətli küçə döyüşləri davam edir və ərazinin təxminən 25% boz zona olaraq qalır. Rus qüvvələri şəhər daxilində saxlanılsa da, onlar Ulyapolinin şimalında qərbə doğru Hayçov çayı istiqamətində cinah hücumu təşkil etməyə çalışaraq şəhərin müdafiəsini mühasirəyə almaq niyyətindədirlər. Ulyapolinin qərbində Ukrayna mövqeləri hələ də möhkəm qalsa da, Rus diversiya qrupları bəzən dron kəşfiyyatından yayınaraq istehkamları keçə bilirlər. Bu hücumlar Ukrayna arxa cəbhəsində xaos yaratmaq və Staroukroyinka ilə Zalizniçne kəndlərinə çataraq yarığı genişləndirmək məqsədi daşıyır. Bu kəndlər həyati əhəmiyyət daşıyır. Əgər Rusiya qüvvələri onları ələ keçirə bilsə, Ulyapoliyə aparan son asfalt təchizat yolunu kəsə və operativ mühasirə yarada bilərlər. Bundan əlavə Staroukroyinka və Zalizniçne şərqdən mümkün hücumların qarşısını almaq üçün əsas dayaq məntəqələri rolunu oynayır. Onlar əvvəlcə cənubdan hücumların qarşısını almaq üçün qurulmuş iki əsas Ukrayna müdafiə xətti arasında yerləşir. Bifnews bildirir ki, bu kəndlər düşərsə, Rusiya qüvvələri şərqdən müdafiə xətlərini yan keçərək arxaya sızmaq imkanı əldə edər və həmin istiqamətdən təzyiqə hesablanmamış sektordan istifadə edə bilərlər. Ukraynanın müdafiə planı 3 əsas elementdən ibarətdir. Birincisi, Zalizniçnedən keçən dəmir yolu xətti boyunca mövqeləri və stansiyanı möhkəmləndirilmiş baryer kimi saxlamaqdır. Dəmir yolu xətti hərəkəti proqnozlaşdırılan istiqamətlərə yönədərək və torpaq bəndləri hesabına möhkəmləndirilmiş xəttin müdafiə rolunu oynaya bilər. Staroukroyinka və Zalizniçnedə ciddi istehkamlar yoxdur. Xəndəklər yalnız Zalizniçnenin şərq və qərb hissəsində mövcuddur. İkinci müdafiə tədbiri kimi Ukrayna komandanlığı mübahisəli sektorlarda vəziyyəti sabitləşdirmək və düşmənin hücum qruplarına qarşı cavab vermək üçün Kolumbiyalı əlavə qüvvələr yerləşdirib. Bifnews məlumatına görə onların bir çoxu əvvəllər liman istiqamətində fəaliyyət göstərib və keçmiş hərbçi və ya polis əməkdaşlarıdır. Bu da onları Ukraynadakı ən təcrübəli xarici könüllülərdən edir. Onlar ixtisaslaşmış bölmələrdə xidmət edir, yüksək intensivlikli hücum və ərazi təmizləmə əməliyyatları aparır. Çox vaxt Ukrayna xüsusi təyinatlıları ilə koordinasiyada fəaliyyət göstərirlər. Üçüncü element isə Rusiya logistika şəbəkələrini hədəfə alaraq cəbhə bölmələrinə təchizat axınını pozmaqdır. Ümumilikdə Kolumbiyalı əlavə qüvvələrin vaxtında yerləşdirilməsi Ulyapoli ətrafında vəziyyətin sabitləşdirilməsində həlledici rol oynayıb və davamlı təzyiqə baxmayaraq Ukraynanın müdafiə mövqeyinin qorunub saxlanmasına imkan verib.